Əziz yoldaşlar, 35-ci sualı kim izah eləyər? Ömər gəl izah etdim. Otiqra sınavından düşən sualdır, 4-cü qrup. B variantından düşən sualdır. 35-ci sualı təqdim edin. Necə yazacaq? Birinci şərti oxuyaq. Qan qazıdır, am olduğu miqdarı, don atomunda rabitə mərcətin elektronların miqdarı am olur. Birinci qan qazının quruluşunu çəkirik. 3 saat rabitə var burada. Bəli. Buradan bir dənə donor, oksigenli aksiddir isə karbondur. Bəli. Ümumi 3 qat artı olduğuna 6 dənə elektron rabitələrə gətiribdir. Burada 6 dənə elektron var. Bir dənə qayda budur ki, oksigen bir dənə atomu karbona verir, ona görə donor oksigen olur. Cəmi 4 dənə elektron oksigenlə iştirak edir, donor olaraq. 1, 2, 3, 4 olaraq. İkisi də karbonla iştirak edir. İndi məsələyə geri dönərsək, qan qazında 1 mol olanda 4 dənə elektron oksigendən olur. 1 mol olanda isə A mol olur. Buradan tənasübü həll etsək, cavab 4-ünü alınır. Yəni çarpaz olanda 4-ünü. Əksə, doğrudur. Əla.